Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bizim bugünkü mövzumuz qədim Misir mövzusudur. Biz ilk olaraq Misirin coğrafi mövqeyini müzakirə edəcəyik. Lakin birinci Misir sivilizasiyasının yaranması səbəblərini qeyd edək. Bilirik ki, yer üzərində sonuncu böyük buzlaşma dövrü bitdikdən sonra Afrikanın şimalında quraqlıq başladı. Burada çaylar və göllərin bir çoxu qurudu, böyük səhra, yəni Sahara səhrası yarandı. Və bu ərazilərdə yaşayan insanların böyük bir hissəsi cənuba doğru köç etdi. Bir hissəsi isə Nil çayı ətrafında məskunlaşdı. Və beləliklə Misir sivilizasiyası yaranmağa başladı. Misir Afrikanın şimal-şərqində yerləşir və dünyanın ən uzun çayı olan Nil çayı ətrafında mövcud olmuşdur. Misir coğrafi relyefinə görə iki hissəyə bölünür. Biz bu xəttdən daha yaxşı anlayacağıq. Demək, cənubda yerləşən Misir yuxarı Misir adlandırılır. Şimalda olan Misir isə aşağı Misir adlandırılır. Bu Nil çayına əsasən bölünmüşdür. Yəni Nil çayının yuxarı axarı bu istiqamətdədir. Bu səbəbdən bura yuxarı Misirdir. Aşağı axarı isə bu istiqamətdədir. Yəni Nilin deltasında yerləşən Misir aşağı Misir adlandırılır. Vahid Misir dövlətinin ilk paytaxtı Memfis şəhəri burada yerləşir. Digər ikinci bir paytaxtı isə Fif şəhəri burada yerləşir. İndi isə Misirlərin təsərrüfat həyatına biz nəzər yetirək. Qeyd edirəm ki, Nil çayı Misirlilər üçün həyat mənbəyi idi və Nil çayının daşqınları bir neçə ay davam edirdi. Və bu daşqınlar nəticəsində təsərrüfata ziyan dəysə də, lakin sular çəkildikdən sonra qara torpaq, yəni lil qalıqdı həmin ərazilərdə. Bu isə torpağın çox münbit və yumşaq olmasına səbəb olurdu. Nəticədə isə əkinçilik üçün əlverişli şərait yaranırdı. Elə bu səbəbdən də qədim Yunan tarixçisi və eradan əvvəl 5-ci əsrdə yaşamış Herodot Misiri Nilin töhfəsi adlandırırdı. Bundan başqa Misirlilər hündür əraziləri suvarmaq məqsədi ilə şadlıqdan istifadə edirdilər. Həm əkinçiliyin, həm də heyvandarlığın inkişafı müxtəlif sənət sahələrində yaranmasına səbəb olmuşdur. Nilin sahillərində yetişən papirusdan Misirlilər əsasən sal və qayıqlar hazırlayır, evlərin damını örtürdülər. Həyat şəraiti yaxşılaşdıqca əhalinin sayı artır, qəbilə və tayfa icmaları yaranırdı. Zamanla iri yaşayış yerləri və mal mübadiləsini edildiyi ərazilər şəhərlərə çevrilirdi. Nəticədə əhali arasında təbəqələşmə yarandı. İdarə etməyə bacaran və təşkilatçılığı olan insanlar başçı oldular. Yəni, beləliklə, icmalarda və şəhərlərdə qayda qanunlar qoyan ağsaqqallar tayfa başçısı idarəçi ələ keçirdilər. Nəticədə şəhərlərin yarandığı, idarə və hakimiyyətin formalaşdığı yerlərdə ilk dövlətlər meydana gəldi. Nil çayında, daha doğrusu Nil çayının ətrafında 40-a qədər kiçik dövlətlər var idi. Bu dövlətlər arasında suvarma kanalları və otlaq sahələri uğrunda mübarizə gedirdi. Bu mübarizə nəticəsində onların sayı azaldı və eradan əvvəl 4-cü min ikinci yarısında Nil çayı ətrafında iki güclü dövlət, yuxarı və aşağı Misir padşahlıqları yarandı. Bu dövlətlər isə Misiri vahid halda birləşdirmək uğrunda mübarizə aparmağa başladılar və nəticədə iqtisadi cəhətdən daha güclü olan yuxarı Misir eradan əvvəl 4-cü minillikdə, daha doğrusu 4-cü minin sonunda aşağı Misrə qalib gələrək Misiri vahid halda birləşdirdi. İndi isə biz Misir dövlətinin idarə olunmasına nəzər yetirək. Birinci olaraq Firona baxaq. Firon sözünün mənası hökmdar sarayı, böyük ev mənasını verirdi. Lakin sonralar Firon sözü hökmdarı ifadə etməyə başladı. Firon bütün hakimiyyəti əlində cəmləşdirmiş qeyri-məhd hakimiyyətə malik idi. Onlar qanunlar verir və qaydalar müəyyənləşdirirdi. Canişin və məmurları təyin edirdi. Baş komandan idi. Tanrının yer üzərində təmsilçisi olaraq bilinir və bu səbəbdən də insanların, torpaqların və bütün əmlakın sahibi hesab edilirdi və onlara hakimiyyətin Tanrı tərəfindən verilməsini iddia edirdi.
Hakimiyyət irsən atadan oğula və ya qardaşdan qardaşa keçirdi. Çati ali məmur idi. Sonra fironlar bu vəzifəni öz oğullarının birinə tapşırırdı. Kahinlər dini işlər rəhbərlik edirdi. Misir cəmiyyətində önəmli yer tuturdu. Məmurlar oxuyub yazmağı bilən şəxslər arasından seçilirdi. Əkin sahələrinin ölçülməsi, vergilərin toplanılması, hüquq və ordu ilə bağlı işlərə baxırdı. Əhalinin böyük əksəriyyətini kəndlər təşkil edirdi. Digər mühüm təbəqələrdən biri də sənətkar və tacirlər idi. Qullar isə Misirdə iqtisadi cəhətdən əhəmiyyət daşımırdı. Fironların əsas dayağı yaxşı silahlanmış və təlim görmüş ordu idi. Misirin birləşdirilməsindən sonra fironlar dövlətin ərazisinin genişləndirilməsi üçün hərbi yürüşlərə başladı və eradan əvvəl 2-ci min ortalarında artıq Misir işğala başladı. Bu isə onun özünün ən qüdrətli dövrünə çatması ilə əlaqədar idi. İndi isə biz Misir fironlarının hərbi yürüşlərinə nəzər yetirək. Birinci Tutmos. Qeyd edirəm ki, həm birinci Tutmos olsun, həm üçüncü Tutmos olsun və ikinci Ramzes olsun, bunlar 2-ci minillikdə hakimiyyətdə olmuşdur. 2-ci minilliyin ortalarında hakimiyyətdə olan birinci Tutmos haqqında indi məlumat verək. Birinci Tutmos ilk olaraq işğalçı yürüşləri Asiya qitəsinə yönəltmişdi və bu nəticədə Aralıq dənizinin şərq sahilində yerləşən Fələstin və Suriyanı işğal etmişdi. Bununla da dövlətin şimal sərhədi ilk dəfə Fərat çayına qədər uzandı. Cənubda isə Nubiyanı tabe etdi. Nubiya isə Afrika materikində yerləşir. İşğallar nəticəsində Misirə çoxlu qul gətirilirdi və bu qullar isə canlı ölülər adlandırılırdı. Üçüncü Tutmos, yəni birinci Tutmosun nəvəsidir. Üçüncü Tutmosla birinci Tutmos kimi ön Asiyaya hücum etdi və nəticədə Fələstin, Suriya və Finikiyanı tabe etmişdir. Fələstin və Suriyanı idarə etmək üçün canişinlər təyin etdi. Vəfatından sonra isə Misirin ön Asiyada mövqeyi zəifləməyə başladı. İndi isə 13-cü yüzillikdə hakimiyyətə gəlmiş Misirin sonuncu qüdrətli hökmdarı 2-ci Ramzesdən danışaq. 2-ci Ramzes Misirin əvvəlki qüdrətini bərpa etmək məqsədi ilə yürüşlərə başladı. Lakin ilk olaraq Afrikada Misir hakimiyyətinə qarşı baş verən üsyanları və hücumları yatırtdıqdan sonra işğallara başladı. İşğal hədəfi yenə də ön Asiya idi. Lakin burada güclü dövlət olan Het şahlığı ilə qarşılaşdı. Het şahlığı isə Anadoluda yerləşir. Xəritəyə nəzər yetirək. Hetlər buradadır, Misir buradadır. Misir əsasən ön Asiya dediyimiz ərazini, yəni Fələstin və Suriyanı işğal edirdi və 2-ci Ramzesin dövründə isə bu ərazi işğalı zamanı Hetlərlə toqquşmaq məcburiyyətində qalmışdı. Misir və Het müharibəsinin səbəbi isə Suriya uğrunda idi. Lakin bu müharibədə heç bir tərəf qalib gəlmədi və nəticədə eradan əvvəl 13-cü yüzilliyin əvvəllərində Kadeş müqaviləsi imzalandı. Kadeş müqaviləsinin şərtlərini nəzər yetirək. Suriya iki dövlət arasında bölündü. Şimali Suriya Hetlərdə, Cənubi Suriya isə Misirdə qaldı. Tərəflər başqa dövlətlərə qarşı bir-birinə yardım etməli idi. Fələstin və Finikiyada Misirin tərkibində qaldı. Qeyd edim ki, Kadeş müqaviləsi tarixdə ilk yazılı müqavilə idi. Misir üçün nəticələrinə baxaq Kadeş müqaviləsinin. Yəni Misir uzun müddət sülh şəraitində yaşadı. Bunun nəticəsində də quruculuq işlərinin aparılmasına şərait yarandı. Dövlət iqtisadi cəhətdən inkişaf etdi. Yəni 2-ci Ramzes Kadeş müqaviləsindən sonra dövlətdə böyük quruculuq işlərinə başladı. Nəticədə suvarma sistemləri yenidən quruldu. Paytaxt Fiv şəhərində, ölkənin müxtəlif yerlərində saray və sərdabələr, məbədlər inşa edildi. Misir dövlətinin tənəzzülünə nəzər yetirək. Qeyd edək ki, 2-ci Ramzes öldükdən sonra Misirin ön Asiyada mövqeyi zəiflədi. Bu, 3-cü Tutmosun ölümündən sonra da baş vermiş hadisə idi. Lakin Misir dövlətinin zəifləməsinin digər səbəbləri hakimiyyət uğrunda mübarizə və hakim sülalələrin tez-tez dəyişməsi idi. Bunun nəticəsində isə Misir dövlətinin əraziləri itirilməyə başlandı, yəni parçalandı. Ölkənin idarə olunması pisləşdi. Bu da
məmurların özbaşınalığına şərait yaratdı, xalq arasında fironların nüfuzu düşdü. Belə bir şəraitdə Misir Əhəməni dövlətinin hücumuna məruz qaldı. Həmin dövrdə Əhəməni dövlətini idarə edən isə ikinci Kambiz idi. Kambizin hücumu nəticəsində dövlətlər arasında eradan 525-ci ildə Pelusiya döyüşü baş verdi və bu döyüş nəticəsində Misir dövləti süqut etdi və Misirdə artıq yerli süvarilərin hakimiyyəti başa çatdı. Bu da sülalə və Pelusiya sözlərinin izahıdır. İndi isə biz mədəniyyətə baxaq. İlk olaraq yazını müzakirə edək. Qeyd edirəm ki, Misirdə ilk yazı növü şəkli yazı növü idi və eradan əvvəl 4-cü minilliyin sonunda yaranmışdır. Bu yazının yaranmasının əsas səbəbləri əldə edilən məlumatları, elmi və tarixi bilikləri yadda saxlamaq idi. Bundan başqa Misir dövləti vahid halda birləşməsindən sonra fironların əmr və göstərişlərinin və qanunlarının insanlara dəqiq ötürülməsinin zərurəti idi. Artıq şəkli yazını sonralar heroqlif yazılar əvəz etdi. Heroqlif yazı Yunanca müqəddəs işarələr deməkdir. Heroqlif yazılar əsasən daş, ağac, dəri, papirus üzərinə yazılırdı. Misir heroqlifləri 1822-ci ildə fransız alimi Jean Champollion tərəfindən oxunmuşdur. Təhsil. Təhsil əsasən məbəd məktəblərdə verilirdi. Məbəd məktəblərdə əsasən təcrübəli kahinlər və dəftərxana işçiləri müəllimlik edirdi. Burada adlı sanlı və imkanlı insanların övladları oxuyurdu. Uşaqlara ilk olaraq heroqlif yazısı öyrədilirdi. Hesab və həndəsə elmi də tədris edilirdi. Bundan başqa qızlara musiqi və rəqs, evdarlıq öyrədilirdi. Pis oxuyan və nadinci edən şagirdlər isə cəzalandırılırdı. Elm. Misirlilərin riyazi bilikləri Şumerlərdən zəif idi, lakin həndəsə sahəsində elmi bilikləri daha çox idi. Onlar artıq sahə və həcm ölçüsünü müəyyən edirdilər. Üçbucaq, dairə və trapesiya sayələrini hesablaya bilirdilər. Onlar bizim hal-hazırda istifadə etdiyimiz rəqəmləri bilməsələr də, onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Qədim Misirdə hər bir rəqəm üçün ayrıca işarə mövcud idi. Astronomiya. Qeyd edirəm ki, Misirin əsas sərvətini əkinçilikdən əldə olunan buğda və digər dənli bitkilər təşkil edirdi. Bol məhsul isə Nil daşqınlarından asılı olduğundan dövlət bu işi həmişə nəzarətdə saxlamaq məcburiyyətində qalırdı və bu səbəbdən də bənd və kanalları hazırlamaq üçün daşqın vaxtını dəqiq bilmək lazım idi. Misir alimləri bu daşqınların vaxtını ulduzları müşahidə etməklə öyrəndilər. Onlar artıq bildilər ki, daşqın zamanı göydə ulduzlar eyni mövqedə olurlar. Beləliklə, astronomiyaya aid ilk elmi biliklər yarandı. Həmin dövrdə kahinlər, alimlər ulduzlu göyün xəritəsini tərtib etmişdilər. Astronomiya elminin inkişafı nəticəsində Misirlilər təqvim də yarada bildilər. Təqvim Nil çayının dövrü olaraq baş verən daşqınlarına əsaslanırdı. Onlar ili 4 aydan ibarət 3 mövsümə bölmüşdülər. Daşqın, əkin, məhsul yığımına. İli 12 aya 365 günə bölürdülər. Hər ay 30 gündən ibarət idi. İlin sonuna 5 gün əlavə edib həmin günləri bayram edirdilər. Bundan başqa Misir alimləri günəş və ay tutulmanın vaxtını dəqiq bilirdilər. Eyni zamanda günəş və su saatlarından da istifadə edilirdi. Təbabət. Dünyada ilk dəfə sadə cərrahi əməliyyatları Misirlər aparmışdı. Onlar göz, diş, digər xəstəliklərdə müalicə edə bilirdilər. Bundan başqa xəstəliyi təyin etmək məqsədi ilə nəbzi dinləyir, müalicədə müxtəlif bitkilər istifadə edirdilər. Misirdə təbabətin inkişafının əsas səbəbi mumyalanma adətinin güclü olması idi. Misir incəsənətində heykəltaraşlıq və rəssamlıq əsas yer tuturdu. Rəsm və heykəllərin çoxu tanrılar və fironları təsvir edirdi. Misir memarlığında da əsas yer fironların dəfn olunduğu piramida, yəni ehramlar, məbədlər və saraylar yer tuturdu. Bu səbəbdən də Misri ehramlar ölkəsi adlandırırdılar. Bundan başqa Misri həm qızıllı ölkə, həm Nilin töhfəsi və burada da qeyd etdiyimiz kimi ehramlar ölkəsi adlandırırdılar.
Misirdə eradan əvvəl 3-cü minillikdə fironların məzarları üçün ehramların inşa edilməsinə başlanıldı. Bu isə memarlığın inkişafına səbəb oldu. Piramidalar əvvəllər çiy kərpicdən inşa edilirdi, lakin sonra isə daşdan inşa edilməyə başlanıldı. Daşdan inşa edilən ilk piramida isə Firon Coserin piramidası idi. Onun hündürlüyü 60 metrə qədər çatırdı. Lakin ən hündür piramida isə Firon Xeopsa aid idi. Onun hündürlüyü isə 147 metr idi. Xeops piramidası dünyanın 7 möcüzəsindən biri hesab edilir. Misirlər bu piramidanı Xeopsun üfüqü adlandırırlar. Sonra piramidanın qarşısında bütöv qayadan yonulmuş böyük Sfinks heykəli ucaldılırdı. Bu Sfinks heykəlini dəhşətlər atası adlandırırdılar və onlar düşünürdü ki, bu heykəl fironların ruhlarını qoruyur. Din. Din demək olar ki, Misir mədəniyyətinin bütün sahələrinə böyük təsir göstərmişdir və Misir dini inanclarına və etiqadlarına görə çox tanrılı və bütpərəst idilər. Onlar günəşə, aya, Nil çayına, müxtəlif heyvan və quşlara səcdə edirdilər. Hətta evlərində bu tanrıların daşdan, ağacdan düzəldilən heykəllərini qoruyub ona ibadət edirdilər. Onlar tanrıları quş, yaxud da heyvan başlı, insan bədənli təsvir edirdilər və Misirlilərin baş tanrısı Amon idi və Amon Fironun havadarı, tanrıların hökmdarı sayılırdı. Misirlilər inanırdılar ki, bədən bütöv qalarsa, insan yaşayır. Ona görə də onlar ölülərin bədənlərini qoruyurdular. Bədəni duzlayır, qatran və tənziflə sarıyırdılar. Bu adətə mumiyalama adəti deyilir. Daha bir izahın sonuna gəldik. Bu mövzu ilə bağlı test paylaşacağım və həmin testlə bağlı hər hansısa bir sualınız olarsa bizə bildirin və 2 gündən sonra həmin testin düzgün cavabları paylaşılacaq. Bundan başqa hər hansısa bir mövzu ilə bağlı çətinliyiniz varsa, onların izahını öz vəsaitimizdən verməyə hazırıq. Sağ olun, salamat qalın.